əziz müəllimlər, mən Bakı Peşəkarlar Akademiyasının fizika müəllimi Xalidə Əliyeva. Mən bugün sizə ödənişsiz qrupumuzda paylaşılan fizika suallarının izahını verəcəm. İzaha keçməmişdən öncə nəzərinizə çatdırım ki, kanalımıza abunə olun, qrupumuzdan yararlanın. Çünki qrupumuzda mütəmadi olaraq fizika sualları izah olunur və düşünürəm ki, hər kəs üçün faydalıdır. Keçək sualın izahına. Bizə deyilir ki, düzxətli bir yolda hərəkət edən avtomobilin X zaman qrafiki, koordinat zaman qrafiki şəkildəki kimidir. Buna görə avtomobilin 0-15 saniyə aralığında yer dəyişməsi neçə metrdir? Deməli, əziz müəllimlər, bizdə yer dəyişmə bilirik nədir? Cismin başlanğıc və son nöqtəsini birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Vektorial kəmiyyətdir, vahidi metrdir. Bəzən müəllimlər X koordinat zaman qrafiki ilə sürət zaman qrafikini səhv salırlar, qarışdırırlar. Deməli, əziz müəllimlər, sürət zaman qrafikində əgər yer dəyişmə bizdən ümumiyyətlə yol soruşularsa, biz həmin sürət zaman qrafikində qrafikin altında qalan fiqurun sahəsini tapırıq. Amma koordinat zaman qrafikində isə biz artıq koordinat elə bizim cismimizin getdiyi yolu, yer dəyişməni o koordinat oxu üzrə hesablaya bilərik. Məsələn, gəlin baxaq məsələyə. Bizdə bizim cismimiz başlanğıcda hansı koordinatda olub? 10-da. Deməli, 10-dan sonda hansı koordinatda olub? 30-da. Deməli, biz yer dəyişməni tapmaq üçün nə etməliyik? 10-dan 30-a istiqamətlənmiş düz xətt çəkməliyik. Bu bizim yer dəyişməmiz. Bu müddət ərzində, yəni baxırıq, bizim cismimiz hardan hara yerini dəyişib? Yəni 10-dan yerini dəyişib 30 metrə. Deməli, 10-da yer dəyişməni tapanda biz belə bir düstur bilirdik. S bərabərdir X çıxaq, X 0. Bu bizim yer dəyişmə düsturumuzdur. Deməli, son koordinatdan başlanğıc koordinatı çıxdıqda həmin cismin biz yer dəyişməsini alırıq. Bizim son koordinatımız nə qədərdir? 30 metr. Başlanğıc koordinatımız nə qədərdir? 10 metr. Deməli, bu cismin yer dəyişməsi verir bizə nə? 20 metr. Cavab olur B variantı. Keçək növbəti testin izahına. Deyilir ki, düzxətli bir yolda hərəkət edən avtomobilin koordinat zaman qrafiki şəkildəki kimidir. Buna görə avtomobilin 0-40 saniyə aralığında ortalama sürəti, yəni orta sürəti neçə metr böl saniyədir? Gəlin tapaq. Deməli, biz bilirik ki, orta sürət nəyə bərabərdir? V orta bərabərdir gedilən ümumi yolun ümumi zamana olan nisbətinə. Biz baxırıq, koordinat zaman qrafikində gedilən ümumi yol nə qədərdir? Gəlin tapaq. S bərabərdir, yazaq. Deməli, mənim cismim 50-dən, başlanğıc 50 olub, 50 metr. 50 metrdən, yəni koordinatı 50-dən düşüb gəlib 30-a. Yəni, nə qədər yol gedib? 50-dən 30-a qədər 20 metr. 20 üzərinə gəlinsin. Sonra 10 saniyədən 20 saniyə ərzində 30-cu koordinatda olub. Deməli, cismim hərəkət etməyib, dayanıb həmin koordinatda. O olur 0. Üzərinə gəlinsin. Sonra 30-cu yenə koordinatdan qalxıb 40-a. Deməli, nə qədər yol gedib? 40-dan 30-u çıxırıq, 10 metr yol. Üstə gəlinsin. 40-dan yenə təkrar gəlib düşüb 0-cı koordinata. Deməli, nə qədər yol gedib? 40 metr. Bunları toplasaq, alırıq ki, cisimimiz 70 metr yol gedib. Deməli, ümumi yolu tapdıq 70 metr. Zaman bizə nə qədər verilib? 0-40 saniyə aralığında. Deməli, 40 saniyə. Onda deməli, bizim orta sürətimiz nəyə bərabər olur? 4-də 7-yə. Cavab olur A variantı. Keçək növbəti məsələnin izahına. Deməli, eyni istiqamətdə düzxətli bərabər sürətli hərəkət edən cisimlərdən birincisi müəyyən K nöqtəsindən 2,5 metr böl saniyə sürətlə keçir.
2 saniyədən sonra ikinci cisim həmin nöqtədən 3 metr bölü saniyə sürətlə keçir. İkinci cisim K nöqtəsindən hansı məsafədə birinci cismə çatar? Deməli, bu günün möhtəşəm sualıdır. Gəlin bu sualı addım-addım həll edək, izah edək. Deməli, birinci cisim, deyək ki, birinci cisim müəyyən bir K nöqtəsindən keçir. K nöqtəsindən keçdikdə özdə 2,5 metr bölü saniyə sürətlə keçir. Və ikinci cisim isə 2 saniyə sonra, birinci cisimdən 2 saniyə sonra hərəkətə başlayır. İkinci cisim 2 saniyə sonra gəlib K nöqtəsindən keçir və hər ikisi eyni istiqamətə hərəkət edir. Deməli, ikinci cisim K nöqtəsindən keçəndən birinci cismə necə çatar? Bizdən bunu soruşur. Deməli, biz birinci cisim üçün ümumiyyətlə hərəkət tənliyini yazsaq, belə yaza bilərik. Yazarıq ki, x1 bərabərdir, sürəti nə qədərdir? V1, yəni V1 vuraq T, o da bərabərdir 2,5 T-yə. İkinci cisim üçün hərəkət tənliyini yazsaq, yazarıq ki, x2 bərabərdir, V2 vurulsun, T çıxaq 2. Niyə bu şəkildə yazırıq? Çünki bunlar gəlib bir nöqtədə görüşəcəklər. Bir nöqtədə bir-birinə çatacaqlar. Müəyyən 2 saniyə keçəndən sonra, deyək ki, bu cisim 2 saniyə keçdisə burada, 2 saniyə. 2 saniyə keçdikdən sonra artıq müəyyən bir nöqtədə hər iki cismin koordinatı eyni olacaq. Yəni, hər iki cisim gəlib görüşəcəklər. Biz də bilirik ki, bu ikinci cisim birinci cismə gəlib çatması üçün eyni nöqtədə, eyni koordinatda onlar görüşməlidirlər və onda bu koordinatların bərabərliyindən biz tənliyi bir-birinə bərabər edib yaza bilərik. Yazarıq ki, və ümumi zaman, bu keçilən zaman bir T zamanıdır. Ona görə biz T çıxaq 2 yazdıq ikinci cismin koordinatı üçün. Çünki o 2 saniyə birinci cisimdən gec başlayıb hərəkətə. Ona görə. Gətirək tənlikləri yazaq yerinə. Burada bərabərdir. İkinci cismin koordinat tənliyində sürətini yerinə yazsaq, belə bir tənlik alırıq. T çıxaq 2. Bu tənlikləri bir-birinə bərabərləşdirsək, olur belə. 2,5 T bərabərdir 3 T çıxaq 2. Tənliyi həll edib yazsaq, 2,5 T çıxılsın 3 T bərabərdir -6-ya. Burada hər tərəfdə mənfidən ixtisar gedir. Qalır 0,5 T bərabərdir 6. T də bərabərdir 12 saniyə. Deməli, birinci cisim üçün biz tapdıq ki, birinci cismin başladığı zaman 12 saniyədir. Amma ikinci cisim 2 saniyə bu cisimdən, birinci cisimdən gec hərəkətə başlayıb. Ona görə ikinci cismin zamanı nə olur? T2 bərabərdir. 12-dən 2 çıxsaq, alırıq ki, 10 saniyə. Deməli, bu cismin, ikinci cismin hərəkət müddəti 10 saniyə ərzində olubdur. Bunun üçün də həmin cismin gedilən yolunu tapsaq, S bərabərdir V2 T'dən 3 vurulsun 10-dan edir 30 metr məsafə. Deməli, bu cisimlər, ikinci cisim K nöqtəsindən keçdikdən sonra birinci cismə 30 metr məsafədə çatar. Cavab olur B variantı. Əziz müəllimlər, hər kəsə uğurlar arzulayıram. Növbəti dərslərdə görüşənədək.